Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son günlər məktəblərdə yaşanan insidentlərlə bağlı hüquq mühafizə orqanları hərəkətə keçib. Məlumata görə, Məktəbə Qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, mütəmadi olaraq Daxili İşlər Nazirliyi və aidiyyatı digər qurumlarla birlikdə məktəblərə reydlər təşkil edilir. Şagird intizam qaydalarına məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür. O həmçinin bildirib ki, məktəblərdə baş verən xoşagəlməz hadisələr təkcə şagird çantalarında gətirilən əşyalarla bağlı deyil, şagirdlərin çantalarının yoxlanılması bu problemləri tamamilə aradan qaldırmayacaq. Problemləri aradan qaldırmaq üçün agentliyin öhdəsinə düşən məktəb kollektivini təlimatlandırmaq və lazımi öhdəliklərini onlara çatdırmaqdır. Həmçinin məktəb psixoloqları, müəllimlər bu istiqamət öhdələrinə düşən vəzifələri icra etməlidirlər.